kəndin girişində ailə başçısı Vüsal bizi at belində qarşıladı. Elə bu girişdən gedəcəyimiz evə qədər bir xeyli yol var idi. At belində olan Vüsal irəlilədi, biz də yol boyu onu izləyib Qədim zamanlarda ona görə Çayrutda toxuculuq da inkişaf edib. Çayrudun deyir xalçaları məşhurdur. Bəli, əvvəl olub ha. Əvvəl olub, hə? Bəli. Deyir qadınların gündəlik məişət qayğılarından biriymiş. Xalça toxumaq. Hər axşam xalça toxuyurmuşlar. İndi var xalça toxuyanlar. Xeyr yoxdur indi. Nərminə toxumur, hə? Xeyr. Bax bu 3 kartofu əkirik, hə? Bəli. Təxmini orada nə qədər kartof götürürsüz? Yarım kilo. Yarım kilo. Bəli. Hə. İyul ayında, hə? Avqustda. Avqustda. Hə, başa düşdüm. Avqustda. Yəni kartofu yığandan sonra təzədən başlayırsınız yeni əkinə. Bəli, yəni noyabrda başlayırıq şuxum vurmaya. Noyabrda. Payız şuxum. Hə, başa düşdüm.